Hazırda bəlkə də həyatının bir çox yerlərində, məqamlarında həddindən çox qərarsızlıq yaşayırsan. Bunun ilkin səbəbi bilirsən nədir? Öz yolunu bilməməyin, özünü bilməməyin, özünü itmiş hiss etməyin. Bunun səbəbi yalnız kənardan, ətrafdan, cəmiyyətdən təsdiq almaya ehtiyacındır. Həddindən çox təsdiq almaya ehtiyacın var. Öz qərarlarından, öz intuisiyana o qədər güvənmirsən ki, və özündən o qədər qorxmusan ki, və sənin üçün çox çətindir, yəni qərar vermək, nələrsə etmək, qərarının arxasında durmaq. Qərarsızlıq özünü bilməməzlikdən irəli gəlir, özünü tanımamaqdan və hər şey o qədər əmin olmaq istəyirik ki, yəni hər şey əmin olaq, yəni orada səhv etməyəcəyik. O yol bizi hara aparır görəsən. Burada o qədər bir kontrol ehtiyacı var ki, həddindən çox əmin olmaq, əminlik nöqtəsindən yaşamaq ehtiyacı var ki, çünki özümüzü bəlkə pis hiss etməkdən, çarəsiz hiss etməkdən, səhv etməkdən və ya da ki, biabır olmaqdan, ətrafımızdakı insanlara nə deyəcəyik, bunlardan o qədər qorxuruq ki, özümüzdən qorxmuşuq, yəni və özümüzü başqalarına sübut etməyə ehtiyacı yaranıb və bu da normal olaraq qərarsızlığa gətirib çıxarır. Yəni belə.